Ona görə də bəzi insanlar dinlərini türklərdən öyrəniblər və elə bilirlər ki, bu düzü oğurlamaq onlar üçün halaldır. Xeyr qardaşlar, biz dinimizi Allahın aslanından öyrənməliyik. Biz dinimizi əsl kişilərdən öyrənməliyik. Biz dinimizi məsumlardan öyrənməliyik. Ona görə də bizim məsumlarımız, Peyğəmbərimiz və onun əhl-i beyti bizə çatdırır ki, nədir? Bunlar lənətə gəlmiş bir nəsəbdir. Bunlar qan töküblər və bunların fəsadları hələ günümüzə qədər də davam eləyir. Hansı fəsaddır? O toxum ki, bu günlərdə artıq düzəlməyə başlayır. Hansı toxumdur? Məsələn, bu gün Suriyada Ələvilərə olunan zülm. Suriyada minlərlə Ələvini öldürürlər, ailələrini qarət eləyirlər, başlarından hicablarını çıxardırlar. Hər üslubda insan öldürürlər, baş kəsirlər,